Həftəlik bürclər 29 dekabrdan 5 yanvara doğru hava ünsürlərini, dolça əkizlər, tərəzi bürclərini nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftəni pozitiv formada aktivləşdirməyə bacaracaqsınız. Yəni, həftəvizi uğurlu bir sferaya doğru aparmaq, sizin özünüzün, belə deyim də, qərarsızdan çıxma, stabillik qurma zamanınızda. Amma həftənin ortalarında siz manipulyasiya olunacaqsınız. Sanki yeni ilə doğru həftəvizi kimlərinsə təsiri, kimlərinsə istəklərinə görə, kimlərinsə aktivliyinə görə stabilləşdirməyə çalışacaqsınız. Bu həftə emosionallığınız həddən artıq çoxdur. Sevgi, diqqət o qədər çox istəyəcəksiniz ki, tam istədiyiniz sevgi və diqqətin aktivləşməsini bu həftə əldə edə bilməyəcəksiniz və belə deyim, bir balaca sevgi baxımından, emosiyalar baxımından, nəvaziş baxımından geridə qalmış bir vəziyyətiniz olacaq. Həftənin sonlarından başlayacaqsınız yeni ilə doğru plan, iş, öz üzərinizdə aktivləşmə, öz hobilərinizdən pul qazanmanı reallaşdırmağa başlayacaqsınız və belə deyim də, bu həftəyə doğru güclənmə zamanı, belə deyim, balans olaraq tamamlayacaqsınız. Uğurlu bir həftədir, uğursuz bir həftə deyil. Sadəcə insanların dediklərinə fikir olaraq, düşüncə olaraq o qədər də əhəmiyyət verməməlisiniz və olduğunuz müddətdə öz xoşbəxtçiliyinizi, özünüzü qane etməni gücləndirməlisiniz. Sağlamlıqla əlaqədar narahat edən məqamlar göz və belə deyim də, migren, qarmalit kimi bəzi problemlər və soyuq daimə ilə əlaqədar narahatçılıqlarınız ola bilər. Burun, göz və baş hissəvizdə narahatçılıqlarınızın aktivləşməsi gəlir. Bunların qabağını ala bilsəz, ümumi şəkildə həftəvizi 78-76% qədər uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə biraz qısqanclıq həftəsi olacaq. Hər şeyi müqayisə etməyə çalışacaqsınız. Hər şey öz istədiyiniz kimi cığal olacaqsınız. Bu həftə öz istədiyiniz kimi idarə etməyə çalışacaqsınız. Əkiz qadınları hamiləlik, şəxsiyyət, sağlamlıqla əlaqədar istədiyiniz pozisiyada bədəninizi gücləndirməyə başlayacaqsınız. Amma burada əkizlər kişilərdən söhbət gedikcə onlar maşın, yol, məsafə ilə transportla əlaqədar işlərdə istədiyi kimi uğur əldə edə bilməyəcək deyə bir balaca əli qolu bağlı vəziyyətdə olacaq. Pul həftəsi deyil əkizlər bu həftə. İstədiyiniz pul yox, əksinə pulla bağlı israfınızı gücləndirə bilərsiniz. Ailənizə, sevdiyiniz insanlara diqqət, sevgi o qədər yönləndirəcəksiniz, ən təmiz enerjini oradan əldə edə bilərsiniz. Mühitinizi dəyişməyiniz daha yaxşı, çünki enerjinizin mübadiləsi qarışmış və bulanlıq vəziyyətdədir. Bunu düzəltməlisiniz. Səbirsizliyiniz, qısqanclığınız, zamanla mübarizəniz səhv bir qərardır. İtkiyə doğru hər şeyi aktivləşdirə bilərsiniz. Bu sizin uğurunuzu, belə deyim də, özgüvəninizi bərpa edici bir forma deyil. Ümumi dəyərləndirsək, 72% qədər əkizlər həftəvizi uğurlu edə bilərsiniz. O da həftəvizdə zamanı düzgün idarə etməyə bacarsanız, bəli, həftəvizi pozitiv bir istiqamətdə gücləndirəcəksiniz. Sağlamlıqla əlaqədar narahat edici məqamlar sadəcə boyun hissəvizdən ayaq hissələrinizdə və çanaq hissəvizdə olan bəzi narahatçılıqlar bilmirəm. Belə deyim də, sinirsel olaraq toxumalarınızda problemlərin olduğunu hiss edəcəksiniz. Bunun qabağını alsınız, həftəvizi istədiyiniz kimi yönədə bilərsiniz. Tərəzilərə gələndə isə tərəzilər bu həftə bir balaca boşluqda olacaqsınız. Nəyi necə yaşayacağınızı, hansı istiqamətdə hərəkət edəcəyinizi bilməyirsiniz. Amma həftənin ortalarına o qədər güclü olacaqsınız. Hər şeyi özünüz istədiyiniz kimi idarə edəcəksiniz. Kral və kraliçə formasına keçəcəksiniz və bu həftə alacağınız bir xəbər sizi sevindirəcək. Kiminsə sizə doğru hərəkəti, kiminsə sizə doğru meyli, cazibəsi, sevgisi o qədər sizi qüdrətləndirəcək ki, şir, 8-ci element, 8-ci arkan kartının aktivləşməsi gücümü özümə bərpa etmək və imperator bəlbəliyində sözümü keçirdən bir insan deməkdir. Bu həftə gücünüzü toparlayacaqsınız. O itən enerjinizi bərpa etməyə bacaracaqsınız. Belə deyim də, həvəskar olacaqsınız, tez hər şey tez olsun, indi olsun, bu dəqiq olsun, biraz həvəsiniz sizi bezdirə bilər. Alacağınız xəbərdə sizi həm tamamlama və şəxsiyyətlə qədər gücləndirə bilər. Böyük bir maddiyyat gəlişi görmürəm, artıq 20-25% maddiyyat sizi qane edici bir vəziyyətdə ola bilər, maddiyyat dalğası sürətli deyil. Sağlamlıqla əlaqədar olaraq külək enerjisi gəlirsə, demək infeksiyaların aktivləşməsi, qılınclar hər zaman infeksiyaları göstərir, baş ağrıları göstərir. Daha çox belə deyim də, ürək bulanma ilə əlaqədar olan narahatçılıqlarınızı aktivləşdirə bilər və bir də bir şey unutmayın, dəri ilə bağlı xəstəlikləriniz ola bilər. Sinə, qolla əlaqədar allergik fonunuzda olan bəzi narahatçılıqlar aktivləşə bilər. Sürtdüyünüz və istifadə etdiyiniz ləvazimatlara fikir verməyiniz də yaxşıdır, tərəzilər. Su ilə bağlı biraz ehtiyatlı olun. Bu həftə su ilə bağlı bəzi, belə deyim də, içdiyiniz mayelər ola bilər, su ola bilər, duş ola bilər, nəsə bir narahatçılıqlar bədəni su ilə təmasal olaraq allergik fonu gücləndirəcək. Buna fikir verin. Ümumi pis həftə deyil, keçən həftələr baxmayaraq bu həftə özünüzü mübadilə edib gücləndirməyə bacarırsınız. Hardasa 78% qədər həftəvizi tərəzilər uğurlu edə bilərsiniz. Həftəlik bürclər 29 dekabrdan 5 yanvara doğru Qoç şirox atan bürclərini nələr gözləyir? Birinci qoç şirox atanlardan, qoçlardan başlayır. Qoçlar bu həftə bir balaca elə bir tarazlığınızı qura bilməyəcəksiniz. İstəklərinizi, fikirlərinizi çatdıra bilməyəcəksiniz. Sanki sizin stabiliyinizi pozan bir özünüzdə güvənsizlik olacaq. Amma qoçlar sizin özünüzdə heç bir zaman güvən cəhətdən problemi olan bürclər siz deyilsiniz. Amma bu həftə elə bir probleminiz olacaq ki, özünüzü qabağa çəkmək, özünüzü aktivləşdirməklə bağlı yarımçılıqlarınız həddən artıq çox olacaq.
Və bu həftə belə deyim də, həm şəxsiyyətlə əlaqədar olaraq ciddi bir sərhəd qoyacaqsınız ki, dərinlik istəmirəm, şəxsiyyətə doğru köklənmək istəmirəm, azad olmaq istəyirəm, hər şeyə qarşı məsuliyyətsiz olmaq istəyirəm və başqa insanların fikir və düşüncələrini, təsirlərini istəmirəm kimi bir yanaşmağınız olacaq. Bu həftə bacarırsınızsa, ilin sonunda da iş, pul, maddiyyatla əlaqədar gələn təklifləri, maddisal sfera ilə bağlı alqı-satqı, mübadiləni gücləndirməyə məsləhət görür kartlar sizə. Çünki pul cəhətdən daha şanslısınız bu həftə, nəinki şəxsiyyətdən. Çünki şəxsiyyətdə o qədər sərhədlər, o qədər suallar, o qədər narahatçılıqlarınız olacaq ki, hansı sferada özünüzü necə düzəldəcəyinizi bilməyəcəksiniz və balansınızı itirəcəksiniz. Həm də ki, qoç qadınlar bu həftədən sonlara doğru o qədər həssas olacaqsınız ki, yəni çox kövrək, hər şeyə qarşı incimiş, özünüzü yalnız formada düşünəcəksiniz və öz fikir düşüncələrinizi toparlayıb bilməyəcəyiniz bir vəziyyətdə olacaqsınız. Bu qoçlara xas bir vəziyyət deyil. Pis həftə deyil, sadəcə olaraq özünüzlə qane olmamağınız, özünüzü aşağı çəkməyiniz və hər şey boşluğa aparmağınız biraz normal yanaşma deyil. Ümumi dəyərləndirsək, qoçlar həftəvizi 73-74% qədər uğurlu edə bilərsiniz. O da maddisal sferavızın, iş, pul, maddiyyatın güclənməsi cəhətdən və yenə deyirəm, təbiətlə əlaqədar, güllərlə, çiçəklərlə əlaqədar bilmirəm, nəsə bir allergik vəziyyət yarana bilər sizdə, nəsə xoşuma gəlməyən bitkilərdən sizə narahatçılıq gələ bilər. Mədə-bağırsaq sisteminizdə fikir verməlisiniz. Şirlərə gələndə şirlər bu həftənin ən uğurlarından biridir, amma danışmasaz. Yəni, şirlər danışıq olaraq bu həftə hər şeyi məhv edə biləcək qüvvədə olan insanlardan birincisi sizsiniz. Yenilənmə gəlir, sizə təsirlər gəlir, maddisal təsirlər gəlir, xeyir gəlir, stabilliğinizi quracağınız, iş, pul, maddiyyatla əlaqədar gözləmədiyiniz uğurlarınız olacaq və həyatınızda yeni bir insanların dövriyyəsi başlayacaq və o qədər insanlar sizə kömək eləməyə çalışacaq. Sən narahat olma, mən edərəm, səni qoruyaram, mənəvi, maddi olaraq dəstək olacaq. Amma bu həftə o qədər danışığınız kəskin formada olacaq ki, insanlar sizin daxilinizdəki insanı görə bilməyəcəklər və sizdən uzaqlaşmağa, sizdən zaman çərçivəsinə doğru, boşluğa doğru getməyə başlayacaqlar. İstəkləriniz çox gözəldir, maddisalınız çox gözəldir, şansınız çox gözəldir, şir kişiləri daha çox şanslı olacaqsınız, sevilən bir insan olacaqsınız və ölüm kartı hər zaman transformasiya, yenilənmə, güncəllənmə, yeni məlumatlar, yeni başlanğıclar deməkdir. Bundan istifadə edərək özünüzü çox güclü bir formada düzəldə bilərsiniz. Mükəmməl bir zamana keçirsiniz. Bu ağzımızı riayət eləyə bilsək, 86%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Ox atanlar. Həftənin önlərində biz udarla başlayırıq, problemlə başlayırıq. Özümüzlə, sağlamlığımızla, ailəmizlə əlaqədar alacağımız xəbər bizi biraz sındıracaq. Cümə axşamından sonra başlayacaq özümüzü toparlamağa. Həm maddisal cəhətdən, həm qadın olaraq, həm kişi olaraq düşüncələrimizi, fikirlərimizi, addımlarımızı düzəldəcəyik. Həftənin sonlarına doğru isə özümüzü bərpa funksiyasına keçəcəyik. Yəni, özümüzü bərpa edib, özümüzü motivasiya edəcəyimiz bir zamana keçəcəyik. Həftənin çərşənbə axşamına qədər yükümüz, gücümüz, problemlərimiz, görməklə bağlı da problemlərimiz olacaq, onlara fikir verməliyik. Həftənin sonlarına doğru isə tam başqa bir insan olacaqsınız. Sanki belə deyim də, xərçəng balıq bürcü olacaqsınız. Həssas, hər şeyi dalğalandırmağa çalışacaqsınız, daxilinizdə hər şeyi analiz etməyə çalışacaqsınız. O xatanlar, sizin özünüzü bərpa eləməyiniz zaten fevralın 11-nə qədər davam eləyəcək. Çünki bilirsiniz də, elə bir zamandasınız ki, hər şeyə qarşı həm bədən olaraq, həm də ki, ailə olaraq çox həssas bir məqamda olacaqsınız. Çünki evren sizin enerjilərinizi keçmişin retro enerjilərindən çıxartmağa hələ hazır olmadığınızı düşündüyü üçün keçmiş enerjilərdə saxlayacaq. Ola bilər keçmişlə də bağlı problemlərimiz olsun. Beyninizi stabilləşdirin. Beyniniz normadan çox yüklənmiş vəziyyətdədir. Düşünərək biz nəyisə 50% əldə edə biləriksə, çox düşünməklə bizim sinirsel olaraq, bədən olaraq bloklarımızı aktivləşdiririk. Buna isə ehtiyac yoxdur, oxatanlar. Ümumi 71%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Həftəlik bürcülər, balıq, xərçəng, qrəb bürcülərini 29 dekabrdan 5 yanvara doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar çox belə qəribə bir hərəkətdəsiniz. Qırıq-qırıq addımlarla hərəkət edir. Sanki yarımçıqlığınızdan çıxa bilməyəcəyiniz bir nüansdasınız. Daha çox ailə və şəxsiyyətlə əlaqədar aktivləşməni özünüzdə çox ciddi bir şəkildə düşünün. Çünki ailə və şəxsiyyətlə əlaqədar o qədər boşluqlarınız var ki, sanki tamamlana bilmirsiniz, özünüzü dərk edə bilmirsiniz, hiss və emosiyalarınızı idarə edə bilmirsiniz. Həftənin sonlarına doğru tam dəyişəcəksiniz. Hər şey balıqlar transformasiya edici bir formada aparacaqsınız və şansınızı, uğurunuzu, həyatınızda olan yarımçıqlıqları, gizli olanları, parçalanmış bir nüansları dəyişəcəksiniz. Və bu sizi həqiqi mənada pozitiv bir alana doğru çəkəcək və öz istədiyiniz kimi güclənmə, öz istədiyiniz kimi yenilənmə tam aktiv bir formada davam edəcək. Sadəcə mən narahat edən məqamlardan biri bilirsiniz nədir? Sizin sağlamlıq olaraq özünüzə dəyər verməməyiniz və ətraf olaraq, mühit olaraq insanların mənfi aurasını özünüzə stabil şəkildə maqnit olaraq çəkməyinizdir. Bunun qabağını ala bilsəz,
balıqlar özünüzü belə deyim də 81% qədər həftənizi uğurlu edə bilərsiniz. Çünki negativdən pozitivə doğru aktivləşməyiniz sizin hər bir alanda yarımçılıqları tamamlanmağınız deməkdir. Həftənin sonlarında həyatınızda olan çatışmayan puzzle'ları özünüzlə birləşdirib yeni bir alanda özünüzü aktivləşdirməyi bacaracaqsınız və bu çox uğurlu olacaq. Çünki özünüzü yeni mən olaraq kəşf edəcəksiniz. Xərçəngilərə gələndə xərçəngilər bu həftə o qədər güclü olacaqsınız. Yəni təsəvvür edə bilməyəcəyiniz qədər güclü, həyatınızda olan bütün bariyerləri aşacaqsınız. Nə maneələr varsa bütün maneələri aşıb özünüzü yeni bir alanda, yeni bir başlanğıcda gücləndirmək mükəmməl formada bacaracaqsınız və ən çox da xərçəng qadınlar o qədər güclü, o qədər emosional, o qədər idarə edici imperatriça kimi olacaqsınız ki, aşa bilmədiyiniz problem, maddi, mənəvi ola bilməyəcək sıxıntıların öhdəsindən gələcəksiniz və övlad, hamiləliklə əlaqədar bütün enerjilərinizi stabilləşdirəcəksiniz. Ümumi xərçəngləri stabilliyin götürsək çox uğurlu bir məqamdır. Çünki istəklərinizə görə xərçənglər bu həftə bizi istədiyiniz kimi idarə etməyi bacaracaqsınız və həyatınızda olan yarımçılıqlar, qəfəslər nədirsə, onları yeni bir alana doğru aparacaqsınız. Və sadəcə narahat edən məqamlar onurğanızda olan narahatçılıqlar və onurğa sütunumuzdan boynunuza doğru gedən enerjilərin qırıq-qırıq olmasıdır. Bu sinirsel ola bilər, bu fəqərələrdə ola bilər, bu duzlaşma ola bilər. Biraz bunlara fikir verməmiz daha yaxşıdır. Bir də böyrək enerjimizə fikir verməz. Ümumi həftəmiz uğurlu olacaq. Çünki çox güclənmiş bir vəziyyətdə xərçənglər davam edəcəksiniz. Tərəzilərə gələndə tərəzilər pozitivi, amma yeni daxili təklifizdəyik. Xərçənglər pis həftə deyil bu həftə sizə. Sadəcə olaraq daxili təklifizdə qocalmış bir insan kimi özünüzü nədən əqrəblər, çox üzr istəyirəm, əqrəblərə gələndə. Əqrəblər daha çox belə deyim də, nədənsə bloklanmış bir vəziyyətdə olacaqsınız. Nədənsə elə bil ki, daxili qocalığınızda zaten əqrəblər təklif sevən insanlardılar. Özünüzü tam istədiyiniz kimi aktivləşdirə bilmirsiniz. Amma buna baxmayaraq əqrəblər çabalarınız bu həftə çox olacaq, emosionallığınız çox olacaq. Bu həftə daxili təklifinizdə olacaqsınız. Hər şey pozitivdir, amma siz yenə kölgədəsiniz. Yenə günəşi görmürsünüz. Yenə qaranlıqda dayandığınız bir məqamlar var. Sanki şansınızı geri çəkəcəksiniz və özünüzü tam istədiyiniz kimi aktivləşdirməni görmürəm. Ümumi dəyərləndirsək pis həftədə deyilsiniz. Şansınız da var. Ailənizlə də tamamlanmağınız, maddi enerjilərinizin də stabilliyi var. Zamanı idarə edici bir vəziyyətdəsiz. O kölgə vəziyyətindən çıxmalısınız. Əgər kölgə vəziyyətindən çıxmağı bacarsanız, 84%-ə qədər əqrəblər özünüzü gücləndirə bilərsiniz. Bir də ən əsas bir məqamda zəhərlənmə, mədə-bağırsaq sistemimizdə, mədə-altı vəzdə bəzi problemlər ola bilər. Əqrəblər onlara fikir verməlisiniz. Həftəlik bürclər, Oğlaq, Boğa, Qız bürclərinin torpaq ünsürləri 29 dekabrdan 5 yanvara doğru nələr gözləyir? Oğlaqları bu həftə belə deyim də, Oğlaqlar bu həftəni yola versəz, elə bilin ki, hər şey yola vermiş vəziyyətdə olacaqsınız. Bu həftə küskünlüyünüz, şəxsiyyətlə bağlı problemləriniz, daxili ruh çöküntünüz, maddisal sıxıntılarınız həddən artıq çox olacaq. Bu həftə Oğlaqlar, kartlar sizə şanslı olduğunuzu göstərir, amma siz bu şansdan istifadə edə bilmədiyiniz üçün geridə qalacaqsınız, qərarsız olacaqsınız, tamamlanmamış vəziyyətdə olacaqsınız və çabalarınız da boşluqda olacaq. Elə bir vəziyyətdə olacaqsınız ki, sanki nəyi necə edəcəyinizi, özünüzü necə aparacağınızı, şəxsiyyətlə bağlı necə davranacağınızı bilməyəcəksiniz. Küskünlüyünüz çox olacaq, düşünmədən danışıqlarınız, sözün bitişini gözləmədiyiniz anlarınız və narahat olacağınız məqamlar olacaq. Böyük bir problemlər və zərbələr yoxdur, amma daxili narahatçılığınız, daxili güvənsizliyiniz, tamamlanmamış qüvvəniz həm sağlamlığınıza, baş ağrılarınıza ciddi bir şəkildə təzyiqə, nəfəs yolunuza problem yaradacaq, həm də ki, ən birinci məqamda sizin şəxsi həyat üzərindən aktivliyinizi tamamilə zəiflədəcək. Razıyam, düşünmək lazımdır, amma bu qədər çox düşünmək sizin həm zaman etkinizə, həm də bəzi şeylərin uyğun olmadığı formada yönləndirmək narahatçılığınızı daha da aktivləşdirmiş bir formaya aparacaq. Ona görə hər şey normal şəkildə belə deyim, normasını daha gözəldir. Oğlaqlar bu həftə bizi uğurlu edə bilərsiniz 68%-ə doğru. Buğa bürclərinə gələndə buğa bürcləri bu həftə arzularınızı reallaşdırılmağa doğru gedəcəyiniz həftələrdən biridir. Həftənin əvvəllərində çox aqressiv olacaqsınız. İnsanların dediyi sözlər, fikirlər sizi qıcıqlandıracaq və sərt təpki verəcəksiniz. Amma buna baxmayaraq mən məhkəmə quracağam beynimdə. Maddiyyatı necə idarə etmək lazım? Bu həftə çox gözəl idarə edəcəksiniz. Pulla, maddiyyatla, işlə bağlı narahatçılıqlarınızı da bu həftə insanlara, müdiriyyətə, başqa insanlara bildirəcəksiniz və özünüzü yeni bir alanda, yeni bir başlanğıcı kəşf etməyə çalışacaqsınız. Bəli, bu həftə yeni addımlara doğru gedəcəyiniz bir nüansdır. Bu addımlardan istifadə edərək həftənizi 75%-ə qədər uğurlu edə bilərsiniz. Sadəcə olaraq mənim xoşuma gəlməyən başımızın bədən üzərində ağırlığı və narahatçılığı həddən artıq çoxdur. Bu boyun ətrafı fəqrələrlə əlaqədar ola bilər. Bu bizim belə deyim, sümük sistemimizdə kalsinin, bəzi vitaminlərin, dəmirin çatışmaması nəticəsində olur. Çünki bədəndə vitaminin azlığından başlayaraq sizin belə deyim də bulantılarınızın normadan çox olması bədən sağlamlığınızın stabilliyini pozur deməkdir. Ümumi pis həftə deyil, həftənin əvvəlindən sərtliyi başlayıb, həftənin sonlarında yumuşalma və uşaq kimi rəftar etmələriniz aktivləşəcək.
Qız bürcülərinə gələndə bu həftənin uğurlarından biri də qız bürcülər sizsiniz. Amma bu həftə o qədər yalan hiss edəcəksiniz ətrafınızda. İnsanların sizə qarşı doğru davranmadığını, məsuliyyətsiz, yalançı, nələrsə kamuflaj edəcəyini düşünəcəksiniz. Maddisal pul baxımından ən çox da qız bürcünün qadınları şanslı bir məqamda olacaqsınız. Pul maddiyyat baxımından təkliflər, pul maddiyyat baxımından yenilənmələr sizi daha önə çəkə bilər. Başa düşürsünüz? Hiss və emosiyalarınız, öz azadlığınız, özünüzün hər bir alanda gözəl və önə çəkilmiş, şanslı bir insan olaraq göstərməyiniz qız bürcülər səbəbi olacaq. Ailə şəxsiyyətinə əlaqədar qərar vermə bu həftələrdən biri uğurludur. Özünüzü önə çəkə bilərsiniz, istək və düşüncələrinizi aktivləşdirə bilərsiniz. Qız bürcüləri həftənin sonlarına doğru bir balaca deyilən vədlər, bir balaca deyilən sözlərin heç birinin yer tapmadığı, siz bir balaca küskünlüyə doğru ola bilər. Arzu və xəyallarınızı yarımçılıqda qoya bilər, amma uğurlu həftələrdən biridir. Çünki həm azadlığınız olacaq, həm pul şansınız olacaq, həm də şəxsiyyətinə əlaqədar uğurlu qərarlar və yeni tanışlıqlar əldə edə bilərsiniz qız bürcülər. Bu zamandan istifadə edə bilsəz, həftənizi 83%-ə qədər qız bürcüləri uğurlu edə bilərsiniz.